Ağa, bu sözlər sənədir. Əgər bu videoya axıra kimi baxasan, şayət xanımı biraz daha anlayasan. Bilirsən xanımların çoxusu nəyə görə yorulur? Nə öy işindən, nə uşaqlardan, nə də yemək bişirmədən. Onları yoran tənha qalmaq hissidir. Sən öydəsən, amma yoxsan. Sən qarşısındasan, amma fikrin başqa yerdədir. Sən eşidirsən, amma qulaq asmırsan. O da yavaş-yavaş özün çəkib gedir. Sonra da xanımova deyirsən ki, nədən belə soyuq olmusan? Heç bir xanım bir gecədə soyulur. Hər gün biraz ürəyi qırılır. Rəvanşinası bizlərə deyir ki, insanın ən böyük ehsasi ehtiyaclarından birisi görülmək və anlaşılmaqdır. Xanımın sənə hər dərdini deyirsə, bu şikayət deyil. Bu rabitəni qurtarmaq üçün axırıncı çağırışdır. Ağa, bir növə gedəndə telefonumu qoyucudan bir yana 5 dəqiqə, fəqət 5 dəqiqə gözlərinə bax. Biləsinə deyil, danış, mən səni eşidirəm. Dildaş, şayət sənin o 5 dəqiqən onun üzündən getməmiş gülüşü yenə geri qaytarsın.